Cinsiyet seçimi ilə əlaqəli qiymət soruşursunuz. Altda da çeşidli rəqəmlər yazılıbdır. Bunun bir dənə səbəbi var. Çünki burada bir neçə yöntəm var cinsiyət seçimi etmək üçün. Bu yöntəmləri detallı şəkildə araşdırıb, sizə hansı lazımdır, neçəyə milyon göndərəsiniz, ona görə xərcləyəcəyiniz pulun miqdarı dəyişir. Ona görə də buyurun gəlin, sizin üçün ən uygunu nədir, neçə dənədən nə qədər şansınız var, təqib onları danışıb sizə qiymət vergisi verək. Ümumiyyətlə bilin ki, Bakıda demək olar ki, süni mayalanmanı da, cinsiyyət seçimini də hamı eyni qiymət edir. Sadəcə burada bəzi reklam xarakterli məsələlər var. İşte filan qiymətdən başlayan qiymətlərlə deyə elanlar görürük. Bu biraz haqsız rəqabət yaradır. Yəni biz həkimik, qiymətimizi ucuz edib yox, ucuz göstərib sanki belə bir rəqabətə girişmək düzgün bir yol deyil. Ona görə də biz də hamı ilə eyni qiymət etməyimizə baxmayaraq heç vaxt car çəkib qiymət məsələsini heç kimin gözünə soxmuruq. Çünki orada biz tibbi xidmət veririk və keyfiyyətli bir tibbi xidmət veririk. İnsanlara da əslində ehtiyacı olan şey budur. Yəni xüsusən bizi kimdənsə ucuzuq ya da qiymətimiz ucuz deyə kimsə seçəcəksə seçməsin, istəmirik. Bizə güvənib gələn pasientlər bizə bəsdir.